Salam, bugünkü dərsimizdə biz mətn tərcüməsi ilə məşğul olacağıq. Deməli, gəlin mətnimizi tərcümə edək. Mən sadə cümlələri seçib yığmışam, keçdiyimiz dərslərə uyğun. Okay, deməli, hello, salam deməkdir, bunu bilir. My name is Eldar, növbəti cümləmiz belədir. My name is Eldar. Deməli, burada my name bilir ki, mənim adım deməkdir və üçüncü şəxsin təkidir. Ona görə orada to be-nin is forması işlənir. My name is Eldar. Mənim adım Eldardır deməkdir. I'm a programmer. Programmer proqramçı deməkdir. I am to be-nin forması I birinci şəxs. Mən proqramçıyam. Bu cümlədə biz tərcümə etməliyik. I work. Mən işləyirəm. In a famous company. Company şirkət. Famous tanınmış. Famous company olur. Tanınmış şirkət. In da deməkdir. I work in a famous company. Burada artikeldir. Mən tanınmış şirkətdə işləyirəm. My work starts at 6 o'clock. Yəni my, mənim, work, iş. Bunlar birləşəndə olur. My work, mənim işim. Start, başlamaq. Mənim işim üçün şəxsin tək olduğuna görə sonuna s artırmışıq. Olur my work starts, mənim işim başlayır. At da 6 o'clock saat 6 deməkdir. At 6 o'clock saat 6'da. My work starts at 6 o'clock. O demək ki, mənim işim saat 6'da başlayır. Okay. I'm married. Married evli deməkdir, ailəli. I am to be-nin forması. O demək ki, mən evliyəm. I'm married. Okay. I have. Mənim var. Have olmaq deməkdir. Nəysə olmaq. Two. 2. Kids. Burada kid uşaq deməkdir. S cəm şəkilçisidir. I have 2 kids. Mənim 2 uşağım var. Their names. Their onların. Names adlarıdır. Name ad deməkdir. Axırına S artıranda olur cəm şəkilçisidir. Their names. Onların adları are to be-nin formasıdır. Çünki onların adları cəmdir. Cəmdə are işlədirik to be-nin forması. Their names are Ali and Tofik. Onların adları Ali və Tofikdir. Ali is 5 years old. A year old, neçə yaşın var bildirmək üçün işlənir. 5 years old, o demək ki 5 yaşın var. 6 years old, o demək ki 6 yaşın var. Ali is də burada to be-nin forması da Ali üçüncü şəxsin tək olduğuna görə is işlətmişik oynan to be-nin forması. Ali is 5 years old. Ali'nin 5 yaşı var. Misal üçün demək istəyəm, mənim 20 yaşım var. Onu da yazmalıyam. I, okay, 20 years old. Və burada da to be-nin formasını yazmalıyam. Və aynen to be-nin forması əmişlər. I'm 20 years old. Mənim 20 yaşım var. Okay. Sonra axırıncı cümləmiz Tofik is 3 years old. Tofik'in də 3 yaşı var.